bir kişi, bir gentleman özünə yüksək səviyyədə qulluq etməlidir. Həmişə elə qulluq etməlidir ki, o bir tədbirə gedir, bir işə gedir, altında bir 200 dənə işçi olur. Hamı ona baxır və ondan nümunə götürür ki, mənim müdirim gəldi, mənim müdirim həmişə belə detayla fikir verən və o söhbət ən çox şirkətlərə yayılır ki, bizim müdirimiz misal möhtəşəm geyinir və onun detallarına həmişə fikir verirlər. Məndə də elə olub. Mən öz müdirimdən çox vaxtı bütün detalları öyrənmişəm. Əvvəl başlayanda misal mənim tamamilə bir fərqli bir stilim var idi. Bir gün müdirim çağırdı məni, dedi, sizdən bir şey xahiş edə bilərəm? Dedim, təbii ki. Dedi, bundan sonra heç yerdə paltar geyim almayın, sırf mənim dükanımdan geyinin də. Və ona deyir, siz pul da verməyə gərək yoxdur. Siz gözəl satış edirsiniz və onun provizyonlu olaraq sizə o paltarları yazıram da, o geyimləri. Dedim, çox gözəl. Onsuz da çox bahalı bir, yaxşı bir markalar, İtalyan brendləri ilə biz işləyirdik. Dərzi dünyasına, Napolidən biz çox markalarla işləyirdik.